yaşıl işıq yandırsalar, onun əzabını çəkəcəklər. Zaur müəllimin ifadəsinə də öz fikrimi bildirmək istəyirəm. O, Azərbaycana köçürülmüş, xaricdən köçürülmüş, Qarabağ xaricdən köçürülmüş ermənilərin yenidən gəldikləri yerə qaytarma prosesində siz sual verdiniz ki, bu proses qaldırılarsa, ATƏT-in Minsk qrupu tərəfindən gələcək formatda qaldırılarsa ki, bunların geri dönüşü ilə bağlı hansı tədbirlər həyata keçiriləcək? Ölkəmizdə uzaq görən bir siyasətlə Cənab Prezident artıq Qərbi Azərbaycan icmasını yaradılması, bu icmanın formalaşması, bu icmanın say tərkibi, eləcə də onların dədə-baba torpaqları, onların elləri, obaları həmsi təhlil edilir. Bugün bizim ən böyük qələbələrimizdən biri də dünya xəritə sistemində bu kəndlərin yenidən Azərbaycan dilində yazmaqla da belə biz onları müşahidə edirik və Qərbi Zəngəzur, Şərqi Zəngəzur ifadələri hamı açıq etiraf eləsin. Biz bu müharibəyə qədər bu Zəngəzur ifadəsini nə qədər çox istifadə edirdik. Bu da bizim qələbəmizin əsas mahiyyəti etibaridir. Və tam şəkildə qeyd edə bilərik ki, ermənilərin revanşa hazırlanması Cənab Prezidentin ifadəsinə söykənərək qeyd etdi ki, onlar bundan sonra da uzun zaman müharibə hazırlığını öz konstitusiyalarına əsaslanaraq, öz qanunvericilik kitablarına əsaslanaraq həyata keçirə bilərlər. Buna görə də mən düşünürəm ki, Paşinyanın ətrafı çox olsa da, dəyərli millət vəkilimiz qeyd etdi ki, onun zamanla tərəfdarları çox idi. Ancaq onlar az bir qism müxaliflərdən zəif kontekstdə fəaliyyətdədirlər. Yəni, Paşinyan 2020-ci ildə bizim qələbəmizdən sonra dərhal böyük bir nümayiş keçirdi, miting keçirdi və müxalifətə güc göstərdi. Biz son zamanlar bunu müşahidə etmirik. Bəli. Biz niyə? Çünki həqiqətən də vaxt itkisinə yol verir Paşinyan və o öz gücünü olduğundan daha bir üstün vəziyyətdə təsəvvür edirdi. Çünki o vaxtı məhz itirmək olmazdı, o zamanı itirmək olmazdı. Bəlkə müharibəyə hazırlığa vaxt tudurlar. Yox, ondan da başqa, axı bir yandan əgər sən müharibəyə hazırlaşırsan,